Salam, hər vaxtınız xeyir olsun. Hazırda Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzinin model proqramlarını yeniləmiş məlumatların dəlillərlə tanış oluruq. Bu model xüsusilə də yaxın 20-25 gün ərzində ümumi olaraq həm Avropa ərazisində, həm də Asiya ərazisində gözlənən hava şəraiti haqqında ümumi məlumatları bu modelə baxaraq biz təhlil edirik. Yəni MJO indeksi adlanan qlobal bir fenomen var. Bu fenomen xüsusilə də dünyanın ətrafında məcazi mənada dönən bir atmosfer prosesidir bu MJO indeksi. Nəticədə bu prosesin təsiri ilə əlaqədar olaraq tropik ərazilərdə formalaşan atmosfer təzyiqi sahələri ki var, troposferin orta qatarında olan aşağı atmosfer təzyiqi sahələri və yuxarı atmosfer təzyiqi sahələri, yəni siklon və antiklonların təsirindən ümumi olaraq region ərazisində gözlənilən hava şəraiti haqqında məlumatları biz təhlil edin. Görürük ki, 2026-cı ilin may ayının əvvəlki illərin may ayları müqayisədə bir xeyli fərqli bir hava şəraiti gözlənir. Xüsusilə bu prosesin fərqliliyi ondan ibarət olacaq ki, yağıntıların miqdarında, intensivliyində və tezliyində ümumi olaraq Orta Şərq ölkələrində, Xəzər ölkələrində, Qara dəniz ərazisində, Aralıq dənizində, Qafqazın şimalında, Qafqazın cənubunda may ayının ümumi yağıntılarının 2026-cı il ərzində bir xeyli çox olması gözlənir. Çünki normal bir vəziyyət olanda bu MJO indeksi bu modeldəki dairənin ətrafında dövr vurur. Yəni bu MJO indeksinin normal bir sürətli proseslər baş verəndə biz bu MJO indeksinin bu dairənin ətrafında dövrə vurduğunu müşahidə edirik. Lakin 2026-cı ilin may ayında isə çox nadir hallarda baş verən bir atmosfer okean proseslərinin qarşılıqlı təsirləri gözlənir. Bu proseslər daha çox La Nina proseslərindən El Niño proseslərinə sərt keçid baş verən illərdə olur. 2010-cu ildə bu proses təkrarlanıb. 2024-cü ilin may ayında biz bu prosesin təkrarlanması nəticəsində Qafqaz regionunda yağıntıların dəfələrlə çox yağmasının şahidi olduq. 2026-cı ilin may ayında da eyni ilə bu MJO indeksinin Afrikanın şimalı və şimal-şərqi ilə Hind okeanı ərazisində bir xeyli zəifləməsi gözlənilir. Hətta bu MJO indeksinin zəifləyərək sürətinin bir xeyli azalması və geri dönməsi gözlənilir. Yəni bu proses əslində normal bir vəziyyətdə dairənin kənarlarından fırlanan bir siklonların bu proseslərin əks təsirləri baş verəcək. Nəticədə bu sistem sürətini bir xeyli azaldacaq 2026-cı ilin may ayında və artıq Hind okeanı ərazisində Afrikanın şimal və şimal-şərq hissələrində yağıntıların bir xeyli artmasına səbəb olacaq. Bu proses troposferin orta və yuxarı qatlarındakı siklon və antiklonların ümumi gedişinin dəyişməsinə səbəb olacaq. Nəticədə ümumilikdə Azərbaycanın da yerləşdiyi Orta Şərq ölkələrində, Qara dəniz ərazisində, Aralıq dənizinin şərqində, Qafqazın şimalında, Qafqazın cənubunda, hətta Rusiyanın qərbində belə orta troposferdə atmosfer təzyiqinin 2026-cı ilin may ayı ərzində tez-tez azalması gözlənilir. Bundan əvvəlki videolarda biz dəfələrlə bildirmişdik ki, ümumilikdə Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzi bu siqnalı verir ki, 2026-cı ilin yaz-yay gürsulluq dövründə Rusiyanın qərbində tez-tez soyuq tipli və isti tipli ekstratropik siklon sistemlərinin bir-birlərini tez-tez əvəz etməsi nəticəsində Rusiyanın qərbindən mövsüm üçün xarakterik olmayan soyuq və sərin hava axınlarının Qafqaz ərazisində tez-tez müdaxiləsi gözlənir. Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzinin ümumi olaraq uzun müddətli hava təhlilləri və orta müddətli hava təhlilləri də bunu göstərir ki, MJO indeksinə baxanda da biz görürük ki, bu indeksdə eyni siqnalı verir ki, 2026-cı ilin may ayında həqiqətən də qeyri-adi dərəcədə bir atmosfer proseslərində dəyişiklik gözlənilir. Nəticədə bu indekslərin bir xeyli zəifləməsi, sürətinin tezliyinin zəifləməsi nəticəsində bu yağıntı sisteminin, qlobal yağıntı paylanma sisteminin zəifləməsi nəticəsində yağıntıların daha çox Hind okeanı ərazisində və Afrika ərazisində aktiv olması gözlənilir. Bu da o deməkdir ki, Aralıq dənizinin şərqində, Qara dənizdə, Şimali Qafqazda, Cənubi Qafqazda, ümumilikdə Orta Şərq ölkələrində və Rusiyanın qərbində orta və yuxarı troposferdə atmosfer təzyiqində tez-tez azalma gözlənilir. Bu da həm yuxarı atmosferdəki
siklon sistemlərinin, ekstratropik, subtropik tipli siklon sistemlərinin tez-tez aktiv olması səbəb olacaq. Həm də ki, bu troposferin aşağı qatlarında da atmosfer təzyiqinin, yəni dəniz səviyyəsinə yaxın ərazilərdə atmosfer təzyiqinin tez-tez kəskin tərəfləri gözlənilir. Bu proses buna səbəb olacaq ki, 2026-cı ilin may ayında ümumilikdə Qafqaz regionunda, həm Türkiyədə, həm Gürcüstan ərazisində, həm Şimali Qafqazda, Maçka, Dağıstanda, Dərbənddə, eyni zamanda Qafqazın Cənubi Azərbaycan ərazisində də yanğınların bir xeyli artması nəticəsində onsuz da gürsulluq dövründə təbii olaraq dağlardakı qar əriyir və sulluq artır. Lakin bu yağıntıların da çoxillik göstəricilərdən dəfələrlə çox yağması gözlənir ki, bu da çaylardakı suyun rekord miqdarda artmasına səbəb olacaq. Hətta ola bilsin ki, belə bir risk var ki, Kürd çayında da bir xeyli sulluğun artması nəticəsində daşqın riski var. Çünki 2010-cu ildə də biz eyni proses müşahidə edilir ki, arxev məlumatlara baxanda biz görürük ki, bu MCO indeksi 2010-cu ildə bir xeyli zəifləmişdi. Nəticədə davamlı olaraq 2010-cu ilin may ayında davamlı olaraq tez-tez leysanlar yağdı. Bu da Kürd çayının suyun səviyyəsinin kəskin artması səbəb oldu. Yəni biz bu siqnalları yenidən 2026-cı ildə görürük. 2024-cü il may ayında da eyni proses olmuşdu. Yağıntılar davamlı yağmışdı. Ümumilikdə 2024-cü ilin ərzindəki yağıntıların əvvəlki dövrlərlə müqayisədə bir xeyli artmışdı. Yəni bu tendensiyaların ümumi siqnalları ona göstərir ki, həqiqətən də 2026-cı ilin may ayının Azərbaycan arasında əvvəlki illərin may aylarla müqayisədə həm yağıntıların artması mənasında dəyişkən keçməsi, həm də havanın temperaturunun tez-tez azalması mənasında, azalıb artması mənasında, yəni temperaturun tez-tez kəskin tərəfləri nəticəsində hava şəraitinin tez-tez kəskin dəyişilməsi üçün münbit sinoplu şəraitin 2026-cı ilin may ayı ərzində tez-tez təkrarlanması gözlənir. Biz bu indeksi daimi olaraq izləyəcəyik, çünki bu proseslərin ümumi tendensiyaları ona göstərir ki, bu proseslər nəticəsində Qafqaz ərazisi isti və soyuq tipli siklonların təsiri altında olur. Nəticədə bu da topa yağış tipli və laylı yağış tipli sistemlərin aktiv inkişafına səbəb olur ki, bu da yağıntıların Azərbaycan ərazisində dəfələrlə artmasına səbəb olur və bu ehtimalları 2026-cı ilin may ayında da təkrarlanması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İCMWF hava tərəqqatları mərkəzinin ümumi olaraq Avropa ərazisi və Avrasiya ərazisi üçün troposferin orta qatlarında gözlənilən siklon və antisiklonların ümumi gedişi haqqında məlumatların təhlilləri bu modelə baxaraq təqdim olunur. Xüsusilə də 2026-cı ilin aprel ayının sonları və may ayı ərzində Avropa ərazisində, Qərbi Rusiyada, Avrasiya ərazisində, Xəzərqası ölkələrindəki siklon və antisiklonların gedişi yol göstərir ki, Qafqaz ərazisində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Çünki Rusiyanın qərbində davamlı olaraq troposferin həm aşağı qatlarında, həm də troposferin orta qatlarında atmosfer təzyiqinin bir xeyli azalması fonunda 2026-cı ilin aprel ayının sonlarında və may ayı ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Çünki şimaldan soyuq havanın Rusiyanın qərbindən tez-tez Qafqaz regionuna müdaxiləsi gözlənilir. Eyni zamanda Qara dəniz ərazisindən daşınan rütubətli hava axınları, Aralıq dənizindən daşınan rütubətli hava və Xəzər dənizindən daşınan rütubətli hava da bu soyuq hava kütlələri ilə Qafqaz regionunda bir-birlərini toqquşaraq kifayət qədər intensiv bir proseslərin təkrarlanması səbəb olacaq. Ümumilikdə hava şəraitinin hər 2 gündən bir tez-tez dəyişilməsi gözlənilir. Yağıntıların çoxillik göstəricilərindən bir xeyli çox yağması gözlənilir. Bu da həm qonşu Gürcüstan ərazisində, həm də qonşu Türkiyə ərazisindəki yağıntıların da artmasına səbəb olacaq ki, nəticədə Kürd çayı ərazisində, Kürd çayının yuxarı axınında, Kürd çayının aşağı axınında, Araz çayında da sulluqda bir xeyli artım ehtimalı var və 2026-cı ilin may ayı bir qədər riskli görünür. Çünki biz həm bu Avropanın İCMWF hava tərəqqatları mərkəzinin ümumi olaraq superkomputer modellərinin analizlərinə baxaraq, həm də ki, qlobal tendensiyalar izləyəndə görürük ki, MCO indeksindəki qeyri-adi ləng davranışlar nəticəsində 2026-cı ilin may ayındakı proseslər onu göstərir ki, daha çox qlobal yağıntı sistemlərinin
Afrika ərazisində və Hindistan ərazisində, Hind okeanı ərazisində aktiv olması gözlənilir ki, bu da o deməkdir ki, ümumi olaraq troposferin həm yuxarı qatlarında, həm də troposferin orta qatlarındakı sistemlər imkan verəcək ki, bu rütubət dağ baxımları tez-tez Orta Şərq ölkələrində aktiv olsun. Yəni Türkiyə ərazisində, Aralıq dənizinin şərq rayonlarında, Qaradəniz ərazisində, Xəzər Adası ölkələrində, Şimali Qafqazda, Cənubi Qafqazda yanğınların 2026-cı ilin may ayı ərzində bir xeyli artması gözlənilir. Bu proseslərin bir sıra riskləri var. Çünki həm ildırım dolu prosesləri artacaq, həm küləklərin güclənməsindəki tezliyi artacaq, həm də leysan xarakterli yağışların tezliyinin artması və intensivliyin artması nəticəsində şirin su ehtiyatının artması mənasında bu proses müsbət amil olsa da, sel, daşqın, su basma hadisələrinin yeni artması ehtimalı var. Bu riskləri nəzərə almaq lazımdır. Ümumilikdə Kür çayındakı suyun da 2026-cı ilin may ayında təbii olaraq artması gözlənilir. Lakin bu iki yağıntıların çox yağması ehtimalı var ki, bu da Kür çayındakı daşqın riskini artıra bilər. 2010-cu ilin daşqının təkrarlanmasa da 2010-cu ildəki proseslərə bənzər bir proseslərin baş verməsi ehtimalı var və 2024-cü ildəki may proseslərinə bənzər bir yanğınlarda artım ehtimalları da var. Yəni bu riskləri nəzərə almaq lazımdır. Çünki ümumi olaraq bu modellərin bütün Avropanın İSYAM WF hava təriqətinin mərkəzinin bir çox orta və uzun müddətli modelləri onu göstərir ki, 2026-cı ilin may ayı ərzində qeyri-adi bir qlobal atmosfer sirkulyasiyası baş verəcək ki, bu da o deməkdir ki, ümumiliklə Rusiyanın qərbi və Xəzər Adası ölkələrində hava şəraitinin tez-tez dəyişilməsi üçün ümumi bir tsunami şəraitinin yaranması gözlənir. Bu proseslərin daimi olaraq izlənilməsi çox vacib sayılır, çünki təsir edici hava hadisələrinin bir xeyli artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.